Neyman bəy, o Alyonanın ağzındakı şeydən bir balaca üstü örtülü danışım, açıq danışası deyiləm. Açıq danışası deyiləm. Bizdə o Şirin kuş, Alyon şirin kuş. o yaman yoğun şey idi elə bil. Hə, hə. O heç nədir. İnanın mənə, o heç nədir. Mənim Yəni ondan da yoğun şeylər var. biz müzakirə eləməyək də o yoğun, balaca, uzun. Söhbət o ki, Camaat narahatdır. O şəkilə baxanlar mənə deyir ki, Qabil, bu boyda yoğun şey Alyonanın evi bu boydası çöldədir də, qalan ağzındadır. Dedim, ay bədbəxt oğul, adam var enə verir, adam var uzuna verir. İndi o da enə verir də. Amma bir şey deyim, Zəki dayı dedi ki, o Azərin şeyidir. Mən İlham Əliyevin nəslində kökündə o boyda şey bir də yoğunluğu o boyda şey düşünmürəm ola. O kimin şeyidir? Soruşmaq ayıb olmasın Mehman. deməli, ay Qabil, bax onun uzunluğu, balacalığı bizi niyə narahat eləməlidir? Onu narahat olan adam Bala Heydər Əliyev olsun da. O biz niyə narahat olmalıyıq? Biz niyə o Bala Heydər, o Alona özləri narahat olsun. Mən yenə Ha, deyim ki, Qadananın girən ona girir, ağrısını biz çəkirik. Bizim sərvətimiz əldən gedir. Bütün hər şeyi verdilər qaynatasına, qudalara. buradan belə bir nəticə çıxır ki, Alona girən bizə girir. Alona girən Elə şikayət zad olmasın abi. Ay dal deşikdi nədir? Sən Allah'ın eli onu. Ay kimin dal deşiğiydi o? sakit dur. Sakit dur. Mehman bəy. Ya belə Hə, göstər, barmaqdır, barmaq. parmaq da parmaq. Amma heç bir türəməlli şey göstərmədin ki, o günkü kimi bir nəsə qane eləsin. Elə yalanlı bir dənə şikayətə gedə biləsi bir şey soxuşdurdun ona heç. Dal deşik. Sizə bir dənə sual verim, incə sadə bir sual verim. Qadınam, İlhamın yerinə kim olsaydı, bu Balaca Heydər səhv eləyibsə da belə ayrıldılar. Ən azından özləri açıqlamazdı ha. Medialar açıqlayardı, Balaca Heydər ayrıldı və sıraz Balaca Heydər başqa qızlarla göstərərdi, nə bilim neyniyərdi. Qadın, bəlkə İlham Əliyev elə özü də gəlininlə cins əlaqəyə giribdi. Bəlkə ona görə buraxmır. Nədir məsələ? Bəlkə onların da kaseti səndə var. Sən hər şeyi qabaqlayırsan, sən hər şeyi qabaqlayırsan. Amma sən kinoları, hər şeyi vaxtında gözləsən. O qarpızı vaxtında yemək lazımdır da, yayda. Sən deyirsən ki, gətir məni qışın bu vaxtı, qarın bu vaxtı qarpız ver. Biz nəyi, o İlham Əliyev deyir, biz nəyi, nə vaxt, necə eləmək lazımdır? İnan Allaha ki, Mehman Hüseynov da nəyi, necə, nə zaman etmək lazımdır? Onu mən bilirəm və sənə söz verirəm ki, eksklüziv şeylər olanda birinci sənin efirinlə sənə verəcəm, izləyicilər baxıb sabunlarını hazırlasınlar, tüpürcəklərini hazırlasınlar